Doktor pasiyentimiz vurğulayır ki 2020-dən bəri yanımıza gəlir burun korreksiyası etdirməyə, amma tam əvvəlki vəziyyətinə qayıtmayıb, yerdə nəticə gözəl. Əvvəlki vəziyyətinə qayıtmır, ümumiyyətlə heç bir halda. Dodaq da əvvəlki vəziyyətinə qayıtmır. Dolğu olan heç bir yerdə əvvəlki vəziyyətinə qayıtmır. Daha həcm saxlayır, yəni hialuron turşusu elə ərimir. Amma əgər kimsə əvvəlki tam vəziyyətinə qayıtmasın, bunun da asan yolu var, əridirsiniz, tam qayıdır. Bəli. Hər bir yerdə, hər bir yəni üzün hər bir nahiyəsində fərq etməz. Şeydə əməliyyatdır. Hə? Çox təbii orada həmişə. Eynən, bax, indi bayaqdan indi baxsaq, həqiqətən elə bir əməliyyat. Həm ucunu qaldırdıq, həm kəməri düzəltdik, həm də boyun kəmərini qısaltdıq. Və indi burun əməliyyatı Çox şeyə də ehtiyac yoxdur, bilirəm. Hamı ətrafımda deyir ki, neyirsə, mən deyirəm yox da, siz başa düşürsünüz. Amma indi dəyişikliyi sənə göstərəcəm, baxarsan ki, necə bir dəyişiklik var.